gəzir, özü baxır. Bəli, sadə, gözəl insandır. Hamının dərdinə qalır. Bir tərəf olmuşam, bundan sonra da bir tərəf olacağım. Seçilsəm də seçilməsəm. Adil müəllim. Salam qardaş. Allah şəfa versin. Ne oldu kardeş? Niye kesmişsin babamı? Sağ olun. Kimin özünü danışıp biraz tecrübəsini düz deyir. Baban evdəsən yatma, gel orada yatalım da. Orada sonra biraz başqa. Darıxır eləyir ona görə. Özü deri Hər yapar. orada təmir gedir, orada da otaqlar. Aran yanar direktör da Yox, bilir. məncə fərqi yoxdur. Bilir yani, obşun, narahatçılıq yoxdur. Biz səhər yenə danışacağıq, indi danışacağıq. Obşun, davamı, dərmanı hamısını edəcək, narahat. Yaxşı. Allah razı olsun sizdən. Uğurlu olsun. Çox sağ olun. Polat kimi möhkəm olasan, həmişə. Sağ olun, çox sağ olun. Minnətdaram. Xoş qadam olasan, əmir amanlığına. Çox sağ olun. Sağ olun. Bu da qaçqınlar demək. Sağ olun. Azar, sağ ol, şəklin döyümdədir. Əsas var, əsas budur. Alo. Səni belə uğurlu olasan, bizim böyük olasan, bizə bir gün ağlayasan, sağ ol. İnşallah torpaqlara Adil müəllimin platformasını çox diqqətlə oxumuşam. Ümumiyyətlə 21 nəfərimizin hamısının platformasına bələdəm. Adil müəllimin platforması açıq aşkar deyim ki, bizim millətimizin platformasıdır. Dövlətimizin platformasıdır. Bizim gələcəyimiz deməkdir. Milli Məclisdə belə platforma ilə gedərlər. Bu artıq Adil müəllim təvazökarlıq elədi ki, polis. Bu bir hüquqşünas ziyalının, vətənpərvər bir ziyalının platformasıdır. Vətənpərvər bir ziyalının düşüncəsidir. Öz xalqına, dövlətinə, bizim sabahımıza münasibətinin yüksək bir ifadəsidir. Yüksək bir intellektin, təfəkkürün təzahürü deməkdir. Mənim bu platformadan sonra Adil müəllim haqqında çıxış eləmək qərarına gəldim, açığı. Qədimdə bir kitabda deyilir ki, insanın xarakterində 3 cəhət olmalıdır. Söz, fikir, əməl birliyi. O insanda ki, söz, fikir, əməl birliyi var. O insan ən kamil insandır. O insan şəxsiyyətdir. O insan öz xalqının, dövlətinin şərəfli oğludur. Mən Adilin dəfələrlə görmüşəm, illərlə görmüşəm ki, xarakterində, təbiətində söz, fikir, əməl vəhdəti var. Adil müəllimin burada polis rəisi işləyəndə də qapısı həmişə açıqdır. Özü də dedi ki, mənim qərargahımda qapımız açıqdır. Milli məclisimizdə o adam oturmalıdır ki, o şəxsiyyət sayılsın. Onun xalq ilə əlaqələri, münasibətləri, ünsiyyəti yaxın olsun.